ATƏT Parlament Assambleyasının yekun bəyanatında qeyd olunur ki, dövlət institutlarına qarşı zorakılıq qəbul edilməzdir və dəyişikliklər yalnız seçkilər vasitəsilə baş verməlidir. Sənəddə bildirilir ki, ölkədəki siyasi və ictimai qütbləşmə Gürcüstanın potensialını reallaşdırmasına mane olur və tərəflər arasında dialoq vacibdir. Delegasiya bəzi müxalifət partiyalarının qadağan edilməsi cəhdlərini tənqid edib və bunun qarşı durmanı artıracağını bildirib. Həmçinin qeyd olunur ki, səfərin məqsədi tərəflər arasında dialoqu təşviq etməkdir və nəticələr Haqqada keçiriləcək illik sessiyada müzakirə oluna bilər. ATƏT Parlament Assambleyasının bəyanatı siyasətçilər arasında müzakirə mövzusudur. Nümayəndə heyəti Gürcüstana səfərini dünən başa vurub və bir sıra hökumət rəsmiləri, müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb. Hakimiyyət dialoqa hazır olduğunu bildirir. Müxalifət isə nümayəndə heyətindən daha tənqidi qiymətləndirmə gözləyir. Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos bildirib ki, Rusiya qalib gələndə Gürcüstanda nə baş verdiyini hamı görür. Onun sözlərinə görə Gürcüstanda qəbul edilən qrantlar haqqında yeni qanun ölkənin demokratik və vətəndaş məkanına zərbə vurur və onu Avropa gələcəyindən uzaqlaşdırır. ABŞ və İsrailin birgə hərbi əməliyyatından sonra İranda təxminən 140 Amerikalı hərbçi yaralanıb. Pentagonun məlumatına görə onların 108-i artıq xidmətə qayıdıb, 8 hərbçi isə ağır vəziyyətdədir. Biz bizi məhv etmək istəyən qəddar düşmana qarşı mübarizə aparırıq. Bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib. Onun sözlərinə görə İranla mübarizə böyük xərclər tələb edir və bunun üçün xüsusi büdcə ayrılmalıdır. Netanyahu qeyd edib ki, ötən il yüksələn Şir əməliyyatı zamanı İsrail İranın nüvə və ballistik imkanlarını məhv edib. Lakin onun sözlərinə görə Tehran dərs götürməyib və bu proqramları yenidən inkişaf etdirməyə çalışıb. Ağ Evin sözcüsü Caroline Levitt bildirib ki, Epik Gəzəb əməliyyatının məqsədi İranın ballistik raketlərini və raket sənayesini məhv etməkdir. Onun sözlərinə görə əməliyyat İran tam və qeyd-şərtsiz təslim olana qədər davam edə bilər. Almaniya kansleri Friedrich Merz İranın hərəkətlərini pisləyib və bildirib ki, müharibəni bitirmək üçün ortaq plan yoxdur. O həmçinin qeyd edib ki, Rusiya yaxın şərqdəki vəziyyətdən Ukraynada üstünlük qazanmaq üçün istifadə etməyə çalışır. Marneolidə ailə üzvünə qarşı qəsdən yüngül xəsarət yetirmək ittihamı ilə bir nəfər saxlanılıb. O, mübahisə zamanı soyuq silahla 2000-ci il təvəllüdlü qıza xəsarət yetirib, zərər çəkən xəstəxanaya yerləşdirilib. Paytaxtın bələdiyyə sığınacağı eyni vaxtda 240 benefisiarı qəbul edə bilir. Bu barədə Tbilisi meri məlumat verib. Müəssisə Liloda fəaliyyət göstərir. Paytaxt hökumətinin iclasında bildirilir ki, evsiz şəxslər qida, şəxsi istifadə əşyaları və gigiyena vasitələri ilə təmin olunur. Həmçinin 24 saat ərzində ilkin ambulator tibbi xidmət və dərmanlar alırlar. Bu sosial layihə üçün büdcədən hər il 4 milyonlardan çox vəsait ayrılır. Ətraf mühit mühafizəçiləri qaynar xəttə daxil olan məlumat əsasında Mtsxetam-Tianitidə tapılan yaralı qarğayı və Qazbegidə tapılan şurtxi quşunu Tbilisi zooparkına aparıblar. Onlara müvafiq tibbi yardım göstərilib. Sağaldıqdan sonra isə ətraf mühitin mühafizəsi üzrə Nəzarət Departamentinin əməkdaşları quşları yenidən təbii mühitə buraxıblar. Qarğayı Kırcanisi meşə parkına, şurtxi isə Qazbegi bələdiyyəsi ərazisinə.